Avropanın daxili suları. Avropanın daxili sularında ilk öncə çaylara nəzər yetirək. Deməli, Şimali Avropanın, Orta Avropanın, həmçinin Cənubi Avropanın çayları olmaqla 3 hissəyə ayrılır. Şimali Avropanın çayları daha çox ağac axıdılmasında istifadə olunur. Skandinaviya dağlarından başlayan çayların hidroenerji ehtiyatları böyükdür. Həmçinin burada gəmiçiliyi inkişaf etdirmək mümkün olmur. Çünki çoxlu astana və şəlalələr mövcuddur çaylarda. Norveç, İsveç, Finlandiya dövlətləri bu çaylardan hidroenerji alınmasında istifadə edirlər. Deməli, Orta Avropanın çayları mənsəbləri estuari olduqları üçün bu çayların mənsəblərində limanlar yerləşir. Və həmçinin bu çaylardan gəmiçilik məqsədi ilə də istifadə olunur. Amma Cənubi Avropanın çayları daha çox dağlardan başladıqları üçün hidroenerji ehtiyatları böyükdür, gəmiçilikdə istifadə olunmur və suvarmada istifadə olunur daha çox. Deməli, Avropanın ən uzun çayı olan Volqa çayı ilə başlayırıq. Volqa çayı Rusiya dövlətinin ərazisindən axır, mənsəbi Xəzər dənizidir. Daha sonra Don çayı. Don çayı da Rusiya dövlətinin ərazisindən axır, mənsəbi Azov dənizidir. Dnepr çayı 3 dövlətin ərazisindən axır. Deməli, Dnepr çayı Rusiya, Belarusiya və Ukrayna dövlətlərinin ərazisindən axır. Mənsəbi yenə Qara dənizdir. Dnestr çayı Ukrayna dövlətinin ərazisindən axır, yenə mənsəbi Qara dənizdir. Həmçinin Dunay çayı. Dunay çayı isə 10 ölkənin ərazisindən axır, həmçinin 4 paytaxt şəhərdən keçir. Deməli, Dunay çayının da mənsəbi Qara dənizdir. Mənsəbi Qara dəniz olan çaylar Dnepr, Dnestr və Dunay çayları, mənsəbi Azov dənizi olan çay Don çayı, mənsəbi isə Xəzər dənizi olan çay Volqa çayıdır. Dunay çayının keçdiyi 10 ölkənin ərazisinə baxaq. Deməli, Almaniya, Avstriya, Slovakiya, Macarıstan, Xorvatiya, Serbiya, Rumıniya, Bolqarıstan, Moldova və Ukrayna dövlətlərinin ərazisindən axır. Həmçinin qeyd edirik ki, 4 paytaxt şəhərdən keçir. Avstriyanın paytaxtı Viyana, Slovakiyanın paytaxtı Bratislava, Macarıstanın paytaxtı Budapeşt və deməli, Serbiyanın paytaxtı Belqrad şəhərlərindən keçən çaydır. İtaliyanın çayları ilə davam edirik. Po çayı Padan ovalığının ərazisindən axır. Tiber çayı İtaliyanın paytaxtı Roma şəhərinin ərazisindən axır. Po çayı Adriatik dənizinə, Tiber çayı isə Tirren dənizinə tökülür. Rona çayı. Rona çayı Fransa və İsveçrənin sərhədində yerləşən Cenevrə gölündən başlayır. Aralıq dənizinə tökülür, yəni Lion körfəzinə. Ebro çayı İspaniyanın ərazisindən axır, mənsəbi yenə Aralıq dənizidir. Guadalquivir, Taxo və Doro çaylarının isə mənsəbi birbaşa olaraq Atlantik okeanıdır. Həmçinin Taxo çayı Portuqaliyanın paytaxtı Lissabon şəhərindən keçir. Harona və Loara çayları, bunlar Fransanın ərazisindən axan çaylardır və Greenwich meridianı bu çayları kəsir. Həmçinin Böyük Britaniyanın ərazisindən axan Temza çayını da Greenwich meridianı kəsir. Deməli, bu çayların mənsəbləri Biskay körfəzidir. Senanın şimalda Sena çayının mənsəbi La-Manş boğazıdır. Temza, Reyn, Elba kimi çayların mənsəbləri isə şimal dənizi hesab olunur və qeyd edirik ki, Sena çayı Fransanın paytaxtı Paris şəhərindən axır. Həmçinin şimala doğru irəlilədikdə Reyn çayı 3 dövlətin sərhəddində yerləşən Boden gölündən başlayır. Bu göl Avstriya, İsveçrə və Almaniya dövlətlərinin sərhəddində yerləşir. Həmçinin Reyn çayının sahilində Rotterdam, Bonn, Strasburg kimi iri şəhərlər yerləşir. Deməli, Elba çayı 2 dövlətin ərazisindən axır, Çexiya və Almaniyanın ərazisindən axır, mənsəbi yenə şimal dənizi hesab olunur. Şimala doğru irəliləyirik. Odra və yaxud da Oder çayı, Visla, Neman, Daugava kimi çayların mənsəbləri isə Baltik dənizi hesab olunur. Şimalda isə Neva çayının mənsəbi Fin körfəzi, Baltik dənizinin içərisindəki körfəzlərdən biridir. Deməli, Odra çayı Oderdə adlanır. Visla çayı yenə paytaxt şəhərlərdən keçən çaylardan biridir. Visla çayı Polşanın paytaxtı Varşavadan keçir. Neman, Daugava çayları və həmçinin Neva çayını qeyd edirik biz burada. Deməli, Rusiyanın ərazisində yerləşən 2 göl qeyd eləmişdik. Onega və Ladoqa gölləri. Onega gölünü Ladoqa gölü ilə birləşdirən Sivir çayıdır. Ladoqa gölünü isə
Fin körfəzi, yəni Baltik dənizinə birləşdirən isə Neva çayıdır. Deməli, həmçinin Azərbaycan da Volqa çayı, Volqa-Balt kanalı vasitəsilə həm şimal dənizinə çıxa bilir, Şimal Buzlu okeanına çıxa bilir, daha doğrusu Ağdəniz vasitəsilə. Qərb hissədən isə Baltik dənizi vasitəsilə Sivir çayı, Neva çayı, Ladoqa və Onega gölləri vasitəsilə də Atlantik okeanına çıxa bilir. Neva çayı kiçik çaydır və bu çayın sahilində ümumiyyətlə 100 kilometrə heç çatmır bunun uzunluğu və sahilində Sankt-Peterburq şəhəri yerləşir. Avropanın gölləri ilə davam edək. Deməli, İnari gölü qütb işıqlama qurşağında yerləşir. Yəni 66,5 xəttindən qütb dairəsinə şimalda qalır. Finlandiyanın ərazisində İnari və Sayma gölləri, İsveçin ərazisində Venerin və Vetterin gölləri, qeyd etdik 3 dövlətin sərhəddində yerləşən, yəni İsveçrə, Avstriya və Almaniya dövlətlərinin sərhəddində yerləşən Boden gölü, İsveçrə və Fransanın sərhəddində yerləşən Cenevrə gölü, həmçinin İtaliyada böyük turizm ehtiyatlarına malik olan, deməli, Qarda gölü Alp dağlarında yerləşir. Macaristanda Balaton gölü, Rusiyanın ərazisində Ladoqa və Onega gölləri, Rusiya və Estoniya dövlətlərinin sərhəddində yerləşən Çad gölünü misal göstərə bilərik. Daha sonra həmçinin Rusiyanın ərazisində 2 dənə daha göl var. Bunlar Elton və Baskunçaq gölləridir ki, bu göllər duzlu göllərdir.